Mədinədə ağır və sükut dolu bir an. Peyğəmbər son saatlarını yaşayırdı. Onun nəfəsi ağırlaşmışdı. Bir an gözlərini açdı və zəif səslə "Əli" deyə səslədi. Həzrət Əli Peyğəmbərin yanına gəldi. Onun başını qucağına aldı. Peyğəmbər bir müddət gözlərini yumdu. Sonra dodaqları tərpəndi. Namaz, namaz, namaz. Xanım Zəhra göz yaşlarını boğulmuşdu. Elə həmin an Cəbrail nazil oldu və Peyğəmbərə yaxınlaşdı. Peyğəmbər gözlərini açdı və bu ayəni oxumağa başladı. Allaha və Peyğəmbərə itaət edənlər, Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salihlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardı. Sonra Peyğəmbər gözlərini yavaşca yumdu. Otaqda hər kəs ağlayırdı. Cəbrail də ağlamağa başladı. Rəsuləllah Rəbbinə qovuşmuşdu. Bir an sonra xanım Zəhranın fəryad eşidildi. Ya Rəsuləllah! Həzrət Əli isə başını aşağı saldı və gözlərindən yaş süzülürdü. İmam Əli Peyğəmbərin qüsl və kəfən işlərinə başladı. Əlləri ilə onun mübarək bədəninə toxunarkən, göz yaşlarını saxlaya bilməyib, belə dedi: Atam, anam, sənə qurban. Sənin vəfatınla Peyğəmbərliyə və vəhyə son qoyuldu. Əgər müsibətlərə qarşı səbr etməyi tapşırmasaydın, göz yaşlarım quruyana qədər ağlayardım. Atam, anam, sənə qurban. Axirətdə bizi yaddan çıxartma. Həzrət Əli Peyğəmbərin mübarək cənazəsini öz otağında dəfn etdi və onun cənazəsinə ilk namazını da elə özü qıldı. Beləcə son Peyğəmbər dünyadan köçdü. Artıq onun mübarək səsi bir daha bu dünyada eşidilməyəcəkdi. Sanki bir dövr sona çatmışdı. Amma onun qoyduğu əmanət davam edirdi.